kameraya saldılar. Yoxladılar, üstündə sənədlərimə də baxdılar. Dedilər, gözlüyüm, indi böyle bir kameradayım. Burada qanıcı zat da var, bilməm nətər kamerada var. Evrat Müzeyində bu 1962-ci ildə Rıza Pəhləvi tərəfindən, yəni Rıza Pəhləvinin hakimiyyəti tərəfindən qurulmuş bir həbsxanadır və bu həbsxanada dövrünün siyasi məhbusları yatıbdır. İndi həmin o həbsxanadan olan işgəncə yerlərini, ümumiyyətlə həbsxananın məhsullarını, maşınlarını və s. indi yanımda maşınlar var, həbsxanaya məxsus maşınlardır. İlkin mərhələdə bu maşınlar qarşılayır. Deməli, həbsxanada olan bu Ford Lincoln maşını Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının 3-cü generalı Namətullah Nəsiriyə məxsusdur. Heykəlində orada görə bilərsiniz. Və bu maşın isə, səhv eləmirəmsə bu maşın nədir? Cadillac limuzin. Rıza Şah Pəhləvinin xüsusi kəşfiyyat bürosunun rəhbəridir. İsmi isə, adı isə Hüseyin Fardust, General Hüseyin Fardustdur. Həmin onun da içəridə heykəlini görə bilərsiniz. Həbsxananın davamı belədir. İndi həbsxananı içərisində göstərməyə çalışacağım. Həbsxananın silah otağıdır. Qardiyan heykəli silahları qoruyur. Artıq deməli, Rıza Şah Pəhləvinin hakimiyyəti dövründə olan, hakimiyyətdə olan şəxslərdir. Bura xüsusi bir otaqdır ki, aradakı siyasi məhbusları elektrik şoku verilirdi burada siyasi məhbuslara. Həmin onların sifətinə bax. Mən yox ki. Belə bir böyük bir otaqdır. Digər otaqlara da baxaq. Mənim təyyarəm inşallah ki gecikməz. Burada da insanlar qalıb belə bir-birlərini yeyirlər acından. Ümid edirəm təyyarəm gecikməyəcək və girək bir otaqlara baxaq. Ayətullah Atullah Aşrafi Efşani. Bunu çəkim sonra oxuyub görərəm nəyə görə bu məlumat var burada. Ayətullah deməli Atullah Aşrafi Efşani'nin saxlandığı otaqdır. Həmin onun da heykəli görə bilirsiniz. Görək burada kim saxlanıb? Muhammed Kaçuhi. Bunun da məlumatlarını çəkim. Sonra onu da oxuyaram. Muhammed Kaçuhi qaçıb ya da bu. Muhammed Kaçuhi qaçıb. Bəlkə də Seyyid Əli Xamneyi, Ayətullah Seyyid Əli Xamneyinin də saxlandığı yer buradır. Ki bildiyimiz Seyyid Əli Xamneyidir.
Bütün ayetullahları burada saxlayıblar. Seyyid Abdülhəsən Dasgahib. O da burada saxlanıb, o da burada qaçıb. Çıxıb aradan burada, əl yazısı var. Bunu çəkim sonra Seyyid Bəhçəti Ağa yəqin dedikləri həmin o şəxsdir. Ayətullah Seyyid Muhammed Bəhçətin də saxlandığı yer. Kamera buradır. Burada da yazılar var. Seyyid Bəhçətin saxlandığı yer. Davam edək. Hüseyin Qaffari, Ayətullah Hüseyin Qaffari. Buradadır. Xosrow Qolosorki. Bu kimdir? Xosrow Qolosorki. Bu sərf şübhə deyəsən bura. Həcət. Sənlə bağlı oxuyacağım. Xosrow Qolosorki. Xosrow Qolosorki. Davam edirik. Ayətullah Seyyid Muhammed Təlgəhani. O da buradadır. O öbürü qaçıbdır. Nədir? Çaşqa, rəqəm qanaxır. Kimdir? Hüccət Əl-İslam Seyyid Abdülkərim Haşimi Necat. Onun da heykəli burada olmalıydı. O da çıxıb aradan. Və belə davam edir. Muhammed Əli Rəcai. Vermişdi o. Muhammed Əli Rəcai. Ayətullah Seyyid Muhammed Reza Saidi Korsani. Diğer kameralarda da kimler olub onları da göstərim. Davam edək. Hocət İslam Muhammed Cavad Bahanar. Ayetullah Ali Quddusi. Ali Quddusi de buradadır. Onu da qandızı görebilirsiniz. Doktor Ali Şəriəti, yəni ki, eşitmişsiniz onda. Onda buradadır. Desəm bu hissəni çəkməmişəm. Muhammed Ali Qasai Tabatabi. O da buradadır. Daha görüş otaqlı, məhbuslarla görüşü keçirildiyi yerdir. Bura həbsxananın həyətidir. Müxtəlif yerlərdə müxtəlif asılı insanlar döyülür. Belə bir yerlərdir. İndi oraları daha yaxından çəkməyə çalışacağım. Bura nədir? Burada həkim otağıdır. Belə. Buradan davam edək. Buradaysa bütün həmin illərdə, yəni Rıza Pəhləvan vaxtında həbsdə olan siyasi məhbusların, siyasi deməyək də dini məhbusların, bu əsasən dindarlar idi, daha çox fotolarıdır. Bura nədir? Bura ofisdir, katiblikdir, burada belə qan izləri, yalan. Bu yəqin ki, saxtadır. Otaqdakılar bilmirəm saxtaydı yoxsa yox. Bu böyle görünən ki, saxtadır. Deməli, Doktor Ahmedidir. Pəhləvi vaxtında çox adamı, çox aktivistin ölümünə səbəb olubdur. Ya iğnə vurub öldürüb ya necəsə. Doktor Ahmed. İşgəncə növlərindən də biri. Burada ise həmin real sənədlərdir. Burada silahlardır. İşgəncəyə məruz qalmış insanların görüntüləridir. Böyle işkence üsullarından da biri budur. Böyle kutulara salırlar, küçük kutulara dişlerini çıkar. Daha doğrusu böyle isteği hissedilmiş
qutulardır, 80-50 olan qutulardır. Onun içində salıbdır və işgəncə verirlər. Qapısını da bağlayırlar, qaynar qutunun içinə salırlar. Burada da bu da toktur, tokutalıdır. Tokta verilibdir. Balkona çıxmaq olurmuş. Şimdi isə balkona çıxaq. Məhbuslar bilməm, bu hissəyə baxırdılar, yoxsa yox. Yəni ki, bıraxırdılar. İndi isə məhbusların duş aldığı hamama gedirik. Görək onların hamam şəraitləri necə oldu. Və məhbuslar belə ardıcılıqla gedirdilər çinməyə və həmin və hamamda olan o ab-havanı, səs-küyü yaratmağa çalışıblar, eyni səs-küyü. Belə duş otaqları var. Tələsin, tələsin. Həmin hamamda eyni ab-havanı yaratmaq istəyiblər və səslər həmin o səslərdir ki, qardiyanlar deyirlər də, bu həbsxanada olan nəzarətçilərin məhbusları tələsdirməyidir ki, tez eləyin və həmin o səsi də burada, həmin ab-havanı yaradıblar hal-hazırda. Belə, indi mən də o məhbuslardan sıraya duracağım. Birlikdə çinməyə hazırlaşırıq. Bəzi otaqlar da bağlıdır ümumiyyətlə. Yəni ki, böyük sirlər yatır o otaqlarda. Niyə bağlıdır bilinmir. Elə demək olar ki, həbsxananı tam olaraq gəzdik. Belə, bu da həbsxananın çöldən görüntüsüdür. Həbsxanada demək olar ki, hər künc bucaqda o işgəncə izləri görünür. Burada da belə bir heykəl düzəldiblər. Qaçmaq istəyən məhbusdur, yoxsa nədirsə tutub yolun ortasında, daha doğrusu həbsxananın ortasında döyür və yuxarıda da səs gücləndiricilər görürsünüz. Hansı ki, məhbusların bir nöqtədən idarə olunması üçün bir dəfəlik səsləndirməni həmin o səs gücləndiricilər vasitəsilə edirlər. Səs gücləndirici bağışlayın, işıqlardır. Gedək indi çölə. Müzeyin həyətində də ödənsiz olaraq gələn qonaqlara çay təklif olunur. Gəldi, indi çay çək.